Salam uşaqlar, bugün sizinlə 7 iyun keçirilmiş qəbul imtahanının 4-cü qruplar üçün olan suallarını müzakirə edəcəyik. İlk sualdan başlayaq. Səyin aşkın üstə gəl bir COH formuluna malik bir maddə verib və maddədə karbon-hidrogen arası rabitənin sayını 5 verib. Uşaqlar, karbon-hidrogen arası rabitə həmişə hidrogenlərin sayına bərabərdir və hidrogenlərin sayı 2 üstə gəl 1-dir. Kimdəsə sual yarana bilər ki, bəs niyə görə bu birisi tərəfdəki hidrogeni götürmədik? Çünki uşaqlar, oradakı hidrogen oksigen-hidrogen arasındadır. Yəni onu götürməyimiz mümkün deyil. Biz karbon-hidrogen arasında olan, yəni radikalın içərisində olan hidrogenləri götürməliyik. Bərabər edirik 5-ə, 2n burada 4-ə bərabərdir, n də bərabərdir 2-yə. Gətirib indi yerinə qoyaq. Deməli, maddəmizin formulu C2H5 COH olmuş olacaq. Yəni, qısacası 3 dənə karbonu olan karbon turşusudur. Y gümüş güzgü reaksiyasına daxil olur. Uşaqlar, Y gümüş güzgü reaksiyasına daxil olursa, deməli, Y bizdə QH turşusudur, HCOH-dır. O zaman X maddəsi də əlbəttə ki, spirt olacaq. Çünki belə deyək də, həmin bu 3 dənə karbonu olan turşunun sinif arası izomeri 3 dənə karbonlu mürəkkəb efirdir. Mürəkkəb efirlərin hidrolizindən də spirtlə turşu alınır. HCOH artıq bizdə turşu tərəfi olduğuna görə yerdə qalan 2 dənə karbonu olan da C2H5OH, yəni etil spirti olmuş olacaq. Həmin bu etil spirtində deməli cəmi olacaq 9 dənə atom. Deməli birinci sualımız D variantı yaranmış oldu. İkinci sualımız, eyni kütlədə götürülmüş hidrogen və etandan ibarət qarışığın ümumi mol miqdarı 16 mol olarsa, hansı ifadələr doğrudur? Uşaqlar, deməli, C2H6 eyni kütlədə götürmüşəm. C2H6 və hidrogen. Bilirsiniz ki, C2H6-nın kütləsi 30 qramdır, hidrogenimiz də 2 qramdır. Onda gəlin elə biz C2H6-nı 1 mol götürək. Artıq bunu 1 mol götürəndə məcburam ki, hidrogeni də 15 mol götürüm ki, bunların kütləsi bir-birinə bərabər olsun. Və həqiqətən də 1 molla 15 molun cəmi bizdə 16 mol etmiş olur. Deməli, 1 mol C2H6 götürmüşəm, 15 mol da hidrogen. Ümumi qarışığın kütləsi 60 qramdır, bəli. Hərəsi 30 qram, 30 qram, ümumi eləcək 60 qram. Etanın həcmi 22,4-dür, bəli. 1 molumuz 22,4 litrdir. Bu da doğrudur. Deməli, doğru cavab 1-dən 2 olmuş olacaq. Hidrogen həcmi 22,4 yox, 22,4 vurulsun 15 etmiş olur. 33-cü suala baxırıq. Bu sualı dəfələrlə dərsdə demişdim onsuz da. Hibrid orbitalların sayı 4-dürsə, deməli uşaqlar, istisna olan bir su var idi bizdə, bir də NH3 var idi. Biz deyirdik ki, suda HOH. Suda oksigen sp3 hibrid vəziyyətində olur. sp3-lərdə normalda 4 dənə hibrid yaranmalıdır. Amma 4 dənə hibridin cəmi ikisi rabitə yaranmada iştirak edib. Amonyakda isə NH3 yazsaz, azot burada sizdə sp3 halındadır. Ümumi 4 dənə hibrid olmalıdır. Ümumi 4 hibrid yaranmalıdır. Amma cəmi neçəsi yaranıb? 3 dənəsi yaranıb. Deməli, 4 dənə hibridin 3-ü rabitə yaranmada iştirak edibsə, bu amonyakdır. İkisi rabitə yaranmada iştirak edibsə, sudur. Yerdə qalan maddələrdə onsuz da hibrid orbitalların sayı ilə rabitə üst-üstə düşür. Məsələn, CH4-də 4 dənə rabitə var, 4 dənə də hibrid orbital mövcuddur. Deməli, cavab variantı. Keçirik 34-cü suala. Duzun tam elektrolizi zamanı Y elektrodunda əmələ gələn maddənin kütləsini bizdən istəyir. Şuralar demək, qabda mis SO4 var. Gəlin ilk öncə mis SO4-ün suda məhlulun elektrolizini yazaq. Bu zaman mis zəif tərəf olduğuna görə misdən metalın özü ayrılır. SO4 tərkibində oksigen olan turşu qalığı olduğuna görə SO4-dən oksigen ayrılır. Və aralıq məhsul kimi H2SO4 burada yaranmış olacaq. Reaksiyonu əmsallaşdırsaz mis 2 mol, su 2 mol. Yenə, daha doğrusu mis SO4 2, sulfada da bir 2 yazsaq, məncə hamısı bərabər olmuş olur. İndi bizə deyir ki, 400 qram 20%. Uşaqlar, 400 qram 20% nə deməkdir? Yəni 400-ün 20%-ni hesablayacaqsınız. Bu da sizdə eləyəcək 80 qram. Deməli, mis SO4 bizdə 80 qram verib, amma mis SO4-ün özünün kütləsi 160 qramdır. Əmsal da 2 olduğuna görə 2 vurulsun 160 yazıram. Və deyir ki, Y elektrodunda. Y elektrodu uşaqlar, əsas məsələ burada nədir? Baxın. Deməli, Y elektrodunda sizdə Y elektrodu katoddur. Çünki X müsbəyə tərəf gedibsə, deməli X özü anoduymuş. Çünki bilirsiniz də, müsbət mənfiyə doğru gedir.
Y mənfiyə doğru gedibsə, deməli Y özü də katoddur. Yəni belə deyək də, müsbət yüklü iyondur və nəticə olaraq da bizdə Y katodu soruşur qısacası. Mən deyirəm ki, 2 vurulsun 160 qram mis SO4 reaksiya girəndə katodda bizdə ayrılacaq. Belə deyək, 2 vurulsun 64 qram mis. Bəs 80 qram mis SO4 reaksiya girəndə nə qədər katodda maddə alınır? Buradan X hesablayacaqsınız 32 qram. Yəni doğru cavab A variantı etmiş olacaq. Gəlirik növbəti suala. 35 tipli suala. H2SO4-ün natriumla reaksiyasından burada X maddəsi alınıb. X-in üzərinə Z gələndə isə təkcə kükürdün özü ayrılıb. Bunu belə fikirləşməli uşaqlar. Baxın, X deməli bizdə H2S-dir. Bu 100%dir. Çünki natrium qüvvətli metaldır. Qüvvətli metallardan SO2 ayrıla bilməz. Ona görə B ilə C variantını avtomatik şəkildə silməliyiz. Əgər X-in üzərinə Z gələndə sərbəst kükürt alınırsa, deməli bu bizdə H2S-lə SO2 imiş. H2S-lə çünki SO2-nin birləşməsindən bilirsiniz də sərbəst şəkildə kükürt və su yaranmış olur. Bu öz qaydasında. İndi uşaqlar burada fikir verin. H2S-lə SO2-dirsə onda D variantında çıxıram, A variantında çıxıram, bir dənə məndə qalır Y variantı. Ki orada H2S, su, SO2. Y maddəsi sudur, çünki burada H2S-lə su ayrılır, bir də natrium 2SO4. X maddəsi Z ilə reaksiya girir, S də oksigenlə girib SO2 yaranır. Burada Z yazılıb təsadüfən SO2 yaranmalı idi. Belə. Sonra gəlirik 36-cı suala. Etil spirti və 9,2 qram gliserindən ibarət qarışığın artıq miqdarı götürülmüş natrium reaksiyasından 5,6 litr hidrogen alınıb. Deməli bizə C2H5OH etil spirti verib, bir də gliserin verib. Gliserini də uşaqlar bu şəkildə yazaq. CH2OH. Biz nə demişdik dərsdə? Demişdik ki, OH-ın sayının yarısı qədər hidrogen ayrılmış olur. İndi baxın. Gliserini bizə 9,2 qram verib. Gliserin normalı 92 qramdır. 92 qram gliserindən OH-ın sayının yarısı qədər. 3 dənə OH var. Deməli 1,5 mol hidrogen ayrılmış olacaq. Bəs 9,2 qramdan nə qədər ayrılır? Burada bir X deyərəm. X-i burada hesablayıram. 0,15 mol hidrogen. Mən istəyirəm ki, bu 5,6 litr hidrogeni götürüb belə bir dəfəlik mola çevirim. Bu da olacaq sizdə təxmini, deməli 5,6-nı bölək 22,4-ə. Bu biz deyəcək 0,25 mol. Deməli 0,25 mol X-i bir yerdə natriumla reaksiyaya girdi. 0,15 mol gliserin tərəfdən hidrogen çıxıbsa, indi bu 0,25-dən də 0,15 çıxaram, qalar burada 0,1. Deməli 0,1 mol da etil spirtindən alınıb. Etil spirtinin normalda 46 qramdır. 46 qram etil spirtindən OH-ın sayının yarısı qədər, yəni 0,5 mol H2 ayrılırsa, bəs neçə qram etil spirtindən 0,1 mol H2 ayrılar deyirəm və burada X-ə hesablayıram. 46-nı təxmini bölsək 5-ə. O 9,2 qram. Deməli doğru cavab C variantı etmiş olacaq. Keçirik növbəti suala. Ammonium sulfatın hansı maddələrin suda məhlulları ilə reaksiyası axıra qədər gedir? Uşaqlar, reaksiyanın axıra qədər getməsi üçün şərtimiz nədir? Çöküntünün alınması. İndi ammonium sulfat NH4, 2SO4. İndi burada baxsam, məsələn, barium xloridlə reaksiyasını yazsam, həqiqətən də mən burada baxıram ki, barium SO4-lə ağ rəngli çöküntü yaratdığına görə reaksiyam axıra qədər gedəcək. Bunun xlorid turşusundan reaksiyasında heç bir belə deyək də maddə alınmayacaq. NH4 2SO4-ün üzərinə H-xlor gəlsəm, burada NH4 xlor, H2SO4, yəni hər iki maddə suda yaxşı həll olduğuna görə bu reaksiya ümumiyyətlə getməyəcək. Amma NH4 2SO4, yəni ammonium sulfatın natrium hidroksidlə reaksiyasından kənar-kənarla birləşsə mübadilə dəyişmə reaksiyası nəticəsində burada NH4OH-la natrium 2SO4 alınacaq. Və siz də bilirsiniz ki, NH4OH belə qalmır da, yəni məhlulda ammoniakla suya parçalanır və bizdə ammoniak qaz halında maddə alındığına görə bu reaksiya axıra qədər gedəcək. Yəni reaksiyanın axıra qədər getməsi üçün şərtlərimiz nədir? Qaz halında maddənin alınması, suyun alınması və yaxud da çöküntünün alınması. Ona görə doğru cavab Y variantı etmiş olacaq.
Gəlirik 38-ci suala. 38-ci sualda X maddəsinin üzərinə hidrogen gəlib, nəticə olaraq C2H5OH və C2H5OH alınıb. Bunun da üzərinə təzədən miso gəlib və nəticə olaraq yenə başlanğıcda götürdüyüm maddə alınıb. Şolar, burada gəlin belə danışaq. Deməli, reaksiyanı burada bir də təzədən yazım. Deməli, X-in üzərinə belə deyək, hidrogen gəldi, alındı C2H5OH. Bunun da üzərinə təzədən miso gələndə elə eyni X maddəsi alınmış oldu. Bu bizdə təbii ki olacaq aldehid. Bilirsiniz ki, aldehidlərin hidrogenləşməsindən birli spirt alınırdı. Birli spirtlərin də yenə misonun oksidləşməsindən yenə də aldehid yaranacaq. Aldehidlərdə COH qrupu var və bir dənə D variantı uyğun gəlmiş olur. Çünki ümumilikdə C2H5OH-da 2 dənə karbon varsa, aldehidin də tərkibində 2 dənə karbon atomu olmalı idi. Benzol və toluoldan ibarət 20 qram qarışığın kalium manqan odorunun üstə məhlul oksidləşməsi zamanı üzvü maddələrdən biri tam sərf olunub və 12,2 qram turşu alınmışdır. Şolar, bilirsiniz ki, burada benzol təbii ki bu reaksiyaya daxil olmayacaq. Reaksiyaya daxil olan yalnız toluoldur. C6H5CH3 toluol oksidləşmə reaksiyasına daxil olacaq və reaksiya nəticəsində C6H5COH turşusu və su yaranmış olacaq. Burada 3 mol oksigen reaksiyaya girir. İndi burada uşaqlar 12,2 qram turşu alınıb. Gəlin belə danışaq da. Toluol normalda 92 qramdır. 92 qramından 122 qram turşu alınırsa, bəs neçə qram toluol reaksiyaya girib ki 12,2 qram turşu alınıb? Burada X hesablayacaqsınız. 9,2 qram. Deməli 9,2 qram bizdə toluol var imiş. Ümumi 20 qramdır. 20 qramın 9,2-si toluolun payına düşübsə, deməli 10,8-i də benzolun payına düşüb və sizdən orada benzolun kütlə payını istəyirsə, omega bərabərdir 10,8 bölü 20 vur 100. Faizlə hesablasaq, bu da sizdə 54% etmiş olacaq. Yəni doğru cavab B variantı edir. Sonra gəlirik 40-cı suala. Tərkibində mürəkkəb efir qrupu olan hansı ir molekülü polikondensləşmə? Şolar, mürəkkəb efir qrupu varsa, deməli bu sizdə poliefir lifi sayılmış olur. O da təkcə lafzandır. Çox uşaq burada çaşdırıb fenol formaldehid qatranını götürüb. Uşaqlar, fenol formaldehid qatranı bu belə deyək də mürəkkəb efir qrupu olan maddə deyil. Tərkibində mürəkkəb efir qrupu olan, yəni lafzandan söhbət gedir, poliefirdən. Fenol formaldehidlə polikondensləşməyə daxil olur, əlbəttə ki. Yəni fenol formaldehid qatranı polikondensləşmə reaksiyasından alınmış ola bilər. Amma tərkibində mürəkkəb efir qrupu yoxdur. Yəni fenoldur, bilirsiniz ki, fenolda toluoldur, daha doğrusu benzoldur, üzərində OH qrupu, formaldehiddə HCOH-dır. Yəni burada aldehid qrupu var. Mürəkkəb efir qrupu olmadığına görə, yalnız lafzanda mürəkkəb efir qrupu olduğuna görə polikondensləşmə alınır. Ümumiyyətlə bütün iri molekula birləşmələrdə belə deyək, efirlər, efir deməyək də, liflər daha doğrusu, belə deyək, orada artıq hamısı polikondensləşmə reaksiyası ilə alınmış olacaq. Gəlirik 41-ci suala. 41-ci sualda eyni temperaturda bərabər həcmli qapalı qablarda reaksiyanın sürətlərini müqayisə edin deyə bizdən soruşur. Burada uşaqlar eyni temperaturda, eyni həcmdə, sadəcə hərəsində ayrı-ayrı qramlar və yaxud da mollar verib. Mən bunu kinetik təli ilə həll eləyə bilərəm. V1 bərabərdir. İlk öncə reaksiyan yazaq. N2 üstə gəl 3H2 alındı 2 amonyak. Reaksiyanın kinetik tənliyi necə olacaq? V bərabərdir K vurulsun. Başlanğıc maddələr CN2. Başlanğıc maddələrin qatlıqlarının hasili. Və H2-nin kubu. Çünki qarşıda yazılan rəqəm əmsal kimi əvvələ keçirdim. Bu belə. İndi gəlin birinci reaksiya üçün biz kinetik tənliyi hesablayaq. 14 qram azot sizdə əlbəttə ki 0,5 mol deməkdir. 14 qram hidrogen də məncə bilirsiniz ki 7 mol deməkdir. İndi gətirib yerinə yazaq. K vurulsun. N2 0,5. Hidrogen də 7-nin kubu. Elə beləcə qalsın. Keçirəm V2-ni yazmağa. 14 qram azot məndə 0,5 moldur və 14 molda hidrogen verib olduğu kimi qalsın. K vurulsun 0,5 vurulsun hidrogenin kubu. 14-ün kubu. Sonra gəlirəm V3-ə. 14 mol N2, 14 qram hidrogen də sizdə təbii ki 7 mol hidrogen deməkdir. K vurulsun 14, o da vurulsun 7-nin kubu. Uşaqlar, əlbəttə ki, burada məlum məsələdir ki, bizdə
ortadakını biz daha sadələşdirsək, bu K vurulsun 4 vurulsun 7-nin kubu kimi yaza bilərəm də bunu, düzdürmü? Çünki 14-ü 7 vurulsun 2 kimi yazsam, siz açıq şəkildə yazın, başa düşər deyə. 14-ü 7 vurulsun 2 kimi yazsam, bu da vurulsun 0,5, vurulsun 0,5, yəni onun kubu kimi yazıram. O deyir K vurulsun 7-nin kubu. Vur 4 daha doğrusu. İndi burada uşaqlar belə danışaq da, müqayisə eləyəsi olsaq, əlbəttə ki, V3-ümüz ən böyük olacaq. Çünki burada K vurulsun 14 vur 7-nin kubudur. V3 böyüdür V2-dən ən balacası da V1 olmuş olacaq. Belə. Hərəsini ayrı-ayrı kinetik tənlikdə gətirib yerinə yazacağım. Eyni mol miqdarda götürülmüş hansı metal? Biz demişik ki, metallar valentliyinin yarısı qədər hidrogen və yaxud da hidrogen belə deyək də ayırır və yaxud da elə həmin qədər də xlorid turşusundan reaksiya daxil olur. İndi burada uşaqlar ən belə deyək böyük valentliyə sahib olan nədir? Alüminium. Alüminium 3 valentlidir. Deməli hamısı eyni mol miqdarda götürüləndə ən çox alüminiumda belə deyək, daha çox xlorid turşusu sərf olunacaq. Hansı ifadələr kükürt üçün doğru deyil? Suda həll olunmur, doğrudur. Çünki kükürt suda həll olmur. Hidrogenlə reaksiya reduksiya edicidir. Hidrogen kükürtlə reaksiyaya girib H2S əmələ gətirəcək. Və burada məlum məsələdir ki, hidrogen 0, kükürt 0, hidrogen müsbət 1, kükürt mənfi 2, kükürt 0-dan mənfi 2-yə getdi. Azaldığına görə bu reduksiya edici yox, oksidləşdirici olmalıydı. Oksigenlə reaksiyada, baxaq, kükürt oksigenlə reaksiyaya girəcək, SO2-ni yaradacaq. Kükürt 0-dan müsbət 4-də gedir, artdığına görə reduksiya edicidir, bəli. Bütün halogenlərlə reaksiyaya girir, xeyr. Çünki bilirsiniz ki, kükürt yodla reaksiyaya girmir. Bu da yanlış ifadədir. Bizdən də yanlışları istədiyinə görə doğru cavab 2 və 4 olmuş olacaq. Daha sonra gəldik 44 tipli suala. 44-cü sualda bizdə amin turşu verib, tripeptidin molar kütləsini də 231 verib. Tripeptiddirsə, deməli 3 dənə amin turşu, 3 dənə amin turşudan yaranıb tripeptid və həmişə N-dən bir vahid az 3-dürsə, bir vahid az, yəni 2 mol su yaranmış olub. Tripeptidin kütləsini 231 verib, suyun kütləsi də 36-dır. Amin turşu da bu bir tərəfdə 3 dənə amin turşudur, bilmirəm nə qədərdir. Deməli 3 dənə amin turşu nəyə bərabərdir maddə kütləsini saxlama qanuna görə? 231 ilə 36-nın cəmini. Buradan da amin turşunun birini hesablasaq 89 eləyəcək. Və kütləsi 89 olan da sizdə təbii ki, alanin olmuş olacaq. Yenə də əgər hesablaya bilmirsinizsə, bu sizə verilən formuldan istifadə edə bilərsiniz. Hidrogen olacaq bizdə 2 qram. Üzr istəyirəm. Deməli, burada hidrogen 2 qramdır, azot 14 qramdır. COH hissəsinə baxsaq, deməli, karbon 12, 32 hidrogen, 32 oksigen, 1 hidrogen. CH2 sizdə 14-dür, 14-dür N-ə vuracaqsınız. Cəbri cəmi 89-a bərabər etsəz, burada 18N, üzr istəyirəm, 14N bərabər 28, N-də 2 tapmış olacaqsınız. Yəni, belə. Sonra gəlirik 45 tipli suala. 45-də deməli bizə bir qab verib, həmin bu qabda natrium OH məhlulu var. Kənardan da bizə bir radikal verib, monohalogenli bir törəmə verib də, belə deyək, üzvü maddə verib. Buradan natrium OH spirtlə məhluluna reaksiyaya girib, nəticə olaraq da X maddəsi ayrılmış olub. Bizə deyir ki, R1 və R2 alkil radikalları birləşdikdə izomeri olmayan alkan əmələ gəlir. Uşaqlar, belə danışaq da, əgər izomeri olmayan alkan əmələ gəlirsə, deməli bizdə R1 ilə R2 hansı radikallar ola bilər? Məsələn, müxtəlif radikallarda söhbət yox. O zaman mən R1-i metil radikalı, R2-ni də etil radikalı götürsəm, həqiqətən də bu ikisinin birləşməsindən yaranan propanın izomeri yoxdur. Çünki bilirsiniz ki, alkanlarda izomerlik 4-cü nümayənddən başlayır. İndi gəlin formulu yazaq o zaman. CH3, orada bizə nə yazmışdı? CH xlor. Bu bir tərəfdə də R2-ni yazırıq. CH2, CH3. Deməli, belə bir maddə verir. Bu maddənin natrium OH-ın spirtdə məhlulundan reaksiyasından natrium xloru götürəcək. Daha sonra nə baş verirdi? Biz deyirik ki, alkanların monohalogenli törəmələrinə
natrium H-ın spirtdə məhlulundan təsir etdikdə burada reaksiya olaraq da natrium xloru götürürdü. O suyun yaranması üçün də bizdə OH-ın yanına mütləq hidrogen lazımdır. Hidrogen də hardan çıxırdı? Xlor birləşən karbona belə deyək də, kənarda harda karbon azsa oradan çıxır. Zaytsev qaydasına görə hidrogen az olandan çıxmalıdır. Və burada nəticə olaraq da CH3, CH 2 qat, CH3 maddəsi yaranmış olacaq. Yəni söhbət C4H8-dən gedir. İndi burada karbon-karbon arası rabitənin sayı 4-ə bərabərdir. Uşaqlar, bəli, karbon-karbon arası rabitə, amma yox, karbon-karbon arası sigma rabitəndir. Sigma rabitə deyirsə, həmişə karbonun sayından bir vahid az olmalıdır. Yəni 3-ə bərabər olmalıydı. Bu yanlışdır. Formul C5H10-dur. Xeyr, bu da yanlışdır. Deməli, 1 və 2 yanlışdırsa, 1 də 2 də variantlar arasında olmalıdır. 1-2-nin olduğu da yalnız 1-2-5 Y variantdır. Karbon-hidrogen arası rabitə hidrogenlərin sayı 8-ə bərabər olmalıdır. Sonra gəlirik 46-cı suala. Şunlar 46-cı sualda çox kiçik bir məntiq var. Məsələn, mən burada yola çıxacağam. Nədən? Z maddəsindən. H2ZO4. Siz bilirsiniz ki, məsələn, Z əgər karbon olsaydı, karbonun turşusu H2CO3-dür. Deməli, karbon deyil. Fosforuncularda H3PO4-dür. Deməli, fosfor da deyil. O zaman mən variant arasında qalıram B ilə C-də. Yəni 100% məndə Z maddəsi düşürdü. X maddəsi də bütün ehtimallarda misdir. Bir də qalır karbon və yaxud da fosfor olduğu Y-in. Şuralar, demək burada YO2 varsa əlbəttə ki CO2 olacaq. Çünki PO2 birləşməsi olmadığı üçün doğru cavabımız B variantı çıxmış olur. Yəni çox kiçik bir məntiqlə həll etmək olardı sualı. Fruktozanın açıq zəncirli quruluşunda hansı funksiyalar qrupu? Uşaqlar, siz bilirsiniz ki, fruktoza ketozalar sinifinə aiddir. Ketoza sinifindən aidsə, deməli keton qrupu mütləq şəkildə olmalıdır. Keton qrupu olan da bizdə əlbəttə ki Y variantı uyğun olacaq. Keton qrupu və təbii ki OH qrupu. Oje sözsüzdür. Sonra gəlirik 48 tipli suala. X elementi üçün hansı ifadələr doğrudur? 4-cü dövrün əlavə yarım qrup elementidir. 4-cü dövrdə yerləşirsə, o zaman uşaqlar burada mütləq elektron formulunu yazmalıyıq. Elektron formulunu yazsaq 1s2, 2s2, 2p6, 3s2, 3p6. Hələ ki burada saxlayaq. Bundan sonrakını hələ ki yazmıram. Uşaqlar, 4-cü dövrdə yerləşsə mütləq şəkildə bizdə 12 dənə p orbitalı var. Onda A üstə gəlir 7-ni 12-yə bərabər etsəm, A məndə 5-ə bərabər olacaq. Deməli, B bizdə 5-dir, S də 7-dir. Məlum məsələdir ki, deməli, məndə 1, 2, 3, yəni 3 dənə, 6 dənə də qısacası 6 dənə S orbital varsa, deməli 4s1, 3d5 ilə qutaran element atomdur ki, burada ümumilikdə məndə 7 dənə S elektronları olubmuş. İndi şunlar 4s1, 3d5 ilə qutaran elementdirsə, təbii ki, bu üstləri toplasaz 6b yarım qrupunda yerləşəcək və 4s-də 1 elektron yerləşdi. D-də yenə 5 dənə xanamız var. Hərəsində 1 elektron yerləşsə, ümumilikdə 6 dənə tək elektron var. Buna görə doğru cavab 2 və 3 etmiş olacaq. Əlavə yarım qrup elementləri də bilirsiniz ki, hamısı metallardır, yəni qeyri-metalı yoxdur. 49 nömrəli suala baxırıq. Kalium manqan O4-ün parçalanma reaksiyasını yazırıq. Kalium manqan O4 parçalananda bilirsiniz ki, kalium 2 manqan O4, manqan O2 və O2 yaranır. Oksigen alınma reaksiyalarında var idi. Kalium xlor O3-ün manqan O2 iştirakında parçalanmasından kalium xlorla oksigen ayrılır. Həmin bu kalium xlor O3-ün üzərinə təzədən H xlor gələndə bu halogenlər mövzusunda deyir deyə qüvvətli oksidləşdiricilər turşularla reaksiyaya girir. Burada nəticə olaraq kalium xlor, sərbəst xlor 2 və su yaranmış olur. Artıq bizdə X maddəsi tapdıq ki, sudur. Suda elektrolizi uğrayanda H2 və O2 yaranırsa, Y də bizdə O2 olmuş olacaq. İndi X bizdə sudur. Y də oksigendir. Gəlin görək hansı versiya doğrudur. Deyir, su mislə reaksiya girir. Xeyr, bu reaksiya baş verə bilməz. Y-in oksigenli ola bilər. CO oksigenlə reaksiya girəndə CO2 yaranacaq. Bu düzgün ola bilər. X kükürdlə reaksiyası belə deyək də, kükürd su ilə suda həll olmadığı üçün su ilə reaksiyaya girməz. Y amonyakdır. Bəli, amonyak oksigenlə reaksiyaya girəcək. Bilirsiniz ki, bu reaksiya 2 mərhələdə gedir də. NO və su, N2 və su, yəni hər iki versiya doğrudur. Daha sonra
4-də olur və 5 olacaq. Çünki X florla reaksiyaya girəndə, flor 2 su ilə reaksiyaya girəndə burada bilirsiniz ki, H florla oksigen ayrılır. Deməli doğru cavab 2, 4 və 5 etmiş. 50-ci suala davam edirik. Deməli bizə X, Y, Z qələvi metalları verilib və hər birinin kütləsinə M verib. İndi bizə burada tam reaksiyasına sərf olunan xlorun mol sayı N2 böyüdür N1-in, o da böyüdür N3-dən. İndi uşaqlar, burada əgər xlorun mol sayı ən çoxdursa, demək ki, götürdüyüm metalın kütləsi balacadır ki, həmin buna daha çox xlor sərf olunur. Çünki hamısının kütləsini M kimi götürəndə, tutalım ki, belə fikirləşək də. Məsələn, hamısının kütləsi bərabər. Tutalım ki, hamısının kütləsini 100 qram götürmüşəm. Məsələn deyirəm, hamısının kütləsini 100 qram götürmüşəm. Burada indi Y-i mən 20 qram götürsəm, daha sonra X-i məsələn 40 qram götürürəm, Z-i elə 80 qram götürürəm. İndi burada hansından daha çox mol miqdar götürməliyim? N2-dən daha çox mol miqdar götürməliyim. Çünki 100 qram olması üçün gərək N2-dən mən məsəl üçün 5 mol götürüm. X-dan məcburam ki, mən heç olmasa 2,5 mol falan belə götürüm. Z-dən ona 1 mol götürsəm kifayətdir. O Z maddəsi məsələn 1 mol götürsəm, elə xlor da 1 mol sərf olunmalıdır. Ona görə də burada elə molyar kütləsini, molekul kütləsini daha doğrusu bu formada 40, 20, 80 kimi götürsəm, uyğunluq doğru olur. A1, A2, A3 müqayisə eləsəm, A2 kiçikdir A1-dən, o da kiçikdir A3-dən. Yəni burada doğru cavab bizdə olacaq. Deməli 2, 3 böyüdürsə, doğru cavab Y variantı eləmiş olur. Daha sonra keçirik 51-ci suala. 51-ci sual da çox rahat suallardan biridir. Deməli bizdə deyir hansı ifadə doğrudur. X-dan Y halogenlər. Uşaqlar gəlin belə fikirləşək də. Tutalım ki, X məsəl üçün flordur, kütləsi 19 olan flordur. Y də xlordur, kütləsi 35,5 olan xlordur. İndi baxın. Flor, xlor Mendeleyev cədvəlində alt-alta yerləşir. Və florla xloru müqayisə eləsəm, yuxarıdan aşağı radius artdığına görə, deməli R1 kiçik olacaq R2-dən. Yəni aşağıdakı maddə xlorun radiusu daha böyüdür. O zaman məndə doğru cavab, əgər X-in kütləsi Y-dən az olarsa, o zaman R1 R2-dən kiçik olacaq. Yəni B variantı doğru ifadə olmuş olacaq. 52-ci sual da topludakı bir oxşar sualdan eynidir demək olar ki, burada bizdə oksidləşmə reduksiya reaksiyasını istəyir. Uşaqlar, ikinci reaksiyada baxan kimi görürəm ki, natrium 2O-nun su ilə reaksiyası, buradan natrium OH alınır və bu reaksiya ümumiyyətlə oksidləşmə reduksiya reaksiyası deyil. Ona görə ikinci variantı avtomatik olaraq silirik. Doğru cavab ya 1-3-dür ya da 1-4-dür. İndi burada uşaqlar sizdə doğru cavab əlbəttə ki 1-dən 4 olacaq. Çünki kalium manqano 4 ilə olan reaksiya oksidləşmə reduksiya reaksiyası. Hətta o reaksiyanı mən aşağıda sizin üçün yazmaq istəyirəm. C2H4-ün su və kalium manqano 4 ilə reaksiyası. Buradan C2H4, OH2, yəni etilen glikol, manqano 2 və kalium OH alınır. Reaksiya həqiqətən oksidləşmə reduksiya reaksiyasıdır. Çünki uşaqlar burada manqan dəyişib, məsələn, müsbət 7-dən müsbət 4-ə, karbon da məsələn C2H4, C2H4, OH2-dir. Bunlarda yəni karbon və manqan oksidləşmə dərəcəsinin dəyişdiyinə görə 1 ilə 4-cü reaksiyalar oksidləşmə reduksiya reaksiyaları sayılmış olacaqlar. 53-cü sualda hidrogen və azot arasında reaksiya verir. N2 üstəgəl 3H2 alındı bizdə 2 amonyak. Və burada uşaqlar, əvvəl məndə mol miqdarı 120 idi, sonra düşüb 96-ya. Deməli, azalma nəyə görə azalma baş verib? Amonyaka görə azalma baş verib. Və yaxud da, başlanğıcda məndə 4 mol qaz var idi, bu 2 mol azaldı. İndi mən belə bir tənasüb qururam. Deyirəm ki, normalda 2 azalma baş verəndə reaksiyaya girən hidrogenin mol sayı 3 mol olarsa, bəs 24 azalma baş verəndə nə qədər hidrogen reaksiyaya girer? Buradan eksi bir başa hesablayarsınız, 36 mol, üzrdən mol, 36 mol. Və yaxud da azalma həmişə amonyaka görə baş verir, qaydasından istifadə edib, oradan da gedə bilərdiniz. 54 tipli sual, topluluda buna aid en sayda sual var. Çox rahat suallardan biridir. Mürəkkəb efir bilirsiniz ki, hidrolizə uğrayır, yəni su ilə reaksiyaya girir. Nəticə olaraq turşu
və spirt yaranmış olur. Uşaqlar, gəlin hərəsinin kütləsini ayrı-ayrı yazalım. Mürəkkəb ifrin kütləsi 4,4-dür. 2,3 karbon turşusudur, 3 qram da spirtdir. Burada hesablasaq, suya bir x desəz, maddə kütləsini saxlama qanununa görə 4,4 üstəgəl x bərabər 2,3 üstəgəl 3-ə və burada x alacaq 0,9 qram. Deməli, suyumuz 0,9 qram reaksiyaya girib maddə kütləsini saxlama qanununa görə. Normalda amma suyun kütləsi 18-dir. Deməli, bütün əmsalları mən nə etməliyəm? 20-yə vurmalıyam. Bütün qiymətləri 88, 46 və 60. Mürəkkəb ifrin kütləsi 88-dir. Mürəkkəb ifirlərin formulu necə olurdu? Qısa formula CnH2NO2. Bu olur 14N üstəgəl 32 bərabər 88-ə, 14N 42, N də bərabərdir 3-ə. Karbon atomlarının sayını istəyir bizdən. Elə cavab da N3 olmuş olacaq. Sonra gəldik 55 nömrəli suala. Natrium OH-nın H2PO4-ün reaksiyasını verib. Uşaqlar, reaksiyanı yazaq. Natrium OH-ın üzərinə H3PO4 gəlirəm. Elə reaksiyanı mən 1-in 1 mol nisbətində götürəndə onsuz turş tutanır. Reaksiyadan natrium H2PO4 və su yaranmış olacaq. Yəni hər iki maddəni mən 1-in 1 mol nisbətində götürmüşəm. Deməli 40 qram natrium OH-dan 98 qram ortofosfat turşusu götürəndə həmin duzu ala bilərəm. İndi mənə 8 qram natrium OH veribsə, bəs nə qədər ortofosfat turşusu lazımdır? X də burada bərabərdir 19,6 qrama. Yenə də çox rahat bəsit suallardan biri. 56 nömrəli suala baxırıq. Kalium OH-ın suda məhlulu, suda 28%li məhlulunu verib bizə. Və burada kalium hidrogen oksigeni bizdən istəyir. Uşaqlar, əslində bu da çox bəsitdir. Yəni, hamısının 28%-ində belə deyək, hesablayacaqsınız. Məsələn, kalium OH bilmirsin nə qədərdir? M qram kalium OH-ımız var. 28% məhlul deyirsə, belə deyək də, burada 0,28 M qram kalium OH-nız olacaq. Və buna əsasən digərlərini tapacağıq. Necə tapacaqsınız? Baxın, 0,28 M kalium OH-ın gəlin belə eləyək də. İlk öncə mol miqdarını tapaq. Nü bərabərdir, kiçik M bölünsün, böyük M düsturundan istifadə edib 0,28 M kalium OH-ın 56 qramına bölürəm və burada 0,5 M mol miqdarında kalium OH-ı hesablamış olurum. İndi buna əsasən gedib 0,5 mol kalium OH-ın tərkibindəki kaliumu hesablaya bilərəm. Və yaxud da su. 0,28 M məndə kalium OH-sa, deməli 0,72 M-də suyum var idi. Suyu da yenə nü bərabərdir 0,72 M bölünsün 18 kimi yazsam. Bu da məndə 0,04 M mol su vermiş olacaq. Və uşaqlar, burada nəticə etibarilə 0,5 M kalium OH varsa, elə deməli burada 0,005 M qədər kalium atomu var. 0,4 M suda, burada deməli nə qədər hidrogen atomu olacaq bizdə? 0,08. 0,08 hidrogen atomu burada var. Axı yuxarıdakı kalium OH da var bizdə. Biri 0,005'ə vursaz, bunu da hesablasaz, nəticə olaraq burada 0,085 M hidrogen atomu olacaq. 0,085 M. Oksigen atomu da yenə hər ikisində var. Aşağıda 0,04 oksigendir, yuxarıdakı 0,005. Bunu da hesablasaq 0,045 M oksigen atomu etmiş olacaq. Buna əsasən də verilən variantlarda baxsaq, B-nə A-ya bölsəz 17, bəli, 85-ə 5-ə böləndə 17 eləyəcək. Bir də doğru cavab 4 olacaq. A ilə B-ni toplayıb C-yə bölsəz 2 etmiş olacaq. Yəni 1 ilə 4 doğru versiya sayılmış olacaq. Bu dərsin çətin səviyyəli sual deyildi. Biraz sadəcə hesablama tələb edən sual idi. Sonra gəlirik 57 tipli suala. 57-ci sualda uşaqlar burada deməli gəlin ilk öncə reaksiyanı yazaq. Reaksiyanın A variantdakı reaksiyada kalsium xlor 2, kalsium hipoklorid və su yaranmış olur. Burada əgər hesablasaz, xlor 0-dan gedir -1-ə. Bu bir tərəfdə müsbət 1-dir. Deməli, burada xlor həm oksidləşdirici, həm də reduksiyacı xassisə göstərir. Sink H xlorla girəndə sink xlor 2 və hidrogen yaranmış olur. Burada artıq sink 0-dan müsbət 2-yə, hidrogen də müsbət 1-dən 0-a gedir. Xlor atomu da -1-dən -1. Ümumiyyətlə, burada xlor atomu
belə deyək də, -1-dən sıfıra, -1-dən xlor atomu dəyişməyib, -1-dən -1-dən. Amma hidrogen müsbət 1-dən sıfıra getdiyinə görə ümumilikdə götürəndə yenə də burada xlor atomunu dəyişən kimi götürmürük. Yəni H-xlor oksidləşdiricidir, amma xlor atomundan söhbət gedirsə, xeyr, xlor atomu heç bir funksiya daşımır. Xlor 2 kalium OH-la reaksiyaya girəndə burada kalium xlor O və su yaranmış olacaq. Xlor 0-dan -1-ə, bir dəfə də müsbət 1-ə gedir. Burada yenə xlor həm oksidləşdirici, həm də reduksiya edici xassiyyət göstərmiş olacaq. Kalium xlor üçün parçalanmasından kalium xlorun oksigen yaranır. Burada xlor atomu müsbət 5-dən -1-ə gedir. Deməli, xlor burada oksidləşdirici xassiyyət göstərəcək. 2-yə D variantı uyğun gedəcək. Mangan 12-nin reaksiyasında mangan xlor 2 və su yaranmış olacaq. H-xlor -1-dən 0-a artdığına görə reduksiyacı xassiyyət göstərmiş olacaq. Yəni 1-ə Y, 2-yə D, 3-ə də A ilə S olacaq. B variantı isə heç bir versiyada uyğun gəlməyəcək. Bu belə. İndi isə uşaqlar gəlirik situasiya tipli məsələlərin izahına. Sulfat turşusunun suda 490 qram duru məhluluna dəmir lövhə daxil edilir. Turşu tam reaksiyaya daxil olduqdan sonra lövhə məhluldan çıxarılır. Və məhlula magnezium lövhə daxil olunur. Uşaqlar, dəmir duru sulfatla, yəni H2SO4 duru ilə reaksiyaya girəcək. Burada dəmir SO4-dən hidrogen ayrılmış olacaq. Daha sonra artıq bu dəmir SO4 yenə təzədən magnezium lövhəyə salınacaq və nəticə olaraq burada magnezium SO4 ilə dəmir yaranmış olacaq. Reaksiyalarımız bunlardır. Deyir ki, magnezium lövhə məhluldan çıxarılan zaman onun kütləsi 3,2 qram artdığı, məhlulda dəmir duzunun mol miqdarının da 20% azaldığı müşahidə olunub. İndi burada bizə nə istəyir? Gəlin baxaq. Sonra natrium OH əlavə edən zaman ağ və yaşlıntı çöküntülərin ibarət qarışıq alınıb. İndi deyir ki, dəmir duzunun mol miqdarının dəyişməsinin zamanlı asılı qrafikini qurun və əmələ gələn magnezium duzunun kütləsini hesablayın. Şuralar biz dedik ki, magnezium dəmir SO4 ilə reaksiyaya girdi və burada alındı magnezium SO4 və dəmir. Magneziumun kütləsi 24 qramdır, dəmirin də kütləsi 56 qramdır. Burada fərq nəyə bərabərdir? Fərq bizdə 32 qram olmalıdır. 32 qram olmalı idi. Amma bizə bayaq nə deyirdi? Deyirdi ki, son məhlulda 3,2 qram olub. Deməli, əgər 3,2 qramdırsa, onda mən belə bir tənasüb qururam. Deyirəm ki, 3,2 qram fərq yarananda mən bilmirəm məhlulda əvvəldən nə qədər dəmir SO4 olub. Amma bilirəm ki, 32 qram fərq yarananda həmişə mənim əlimdə 1 mol dəmir SO4 olmalıydı ki, reaksiyaya girsin. Və burada artıq mən X hesablayacağım. 0,1 mol dəmir SO4 sərf olunub. Yəni, reaksiyaya 0,1 mol dəmir SO4 girib. Bu məndə başlanğıc, yəni T1 anıdır. Bunu yazıram, T1 anı, T1 anında. İkincidə mənə deyirdi ki, orada şərtdə fikir verin, deyir ki, dəmir duzunun mol miqdarı 20% azaldığı müşahidə olunur. Şuralar, deməli, 0,1 dəmir SO4 sərf olunub. 20% azalıbsa, deməli, həmin bu 0,1 molum mənim 20% imiş. Bəs 100% nə qədərdir? 100% mənə bir X deyərəm. Burada X hesablayıram. 0,5 mol. Deməli, 0,5 mol əvvəldən, üzrsən, bayaq burada T1 yazmışam, T2 olmalıdır. 0,5 mol əvvəldən məndə dəmir SO4 var imiş T1 anında. Sonra həmin bu 0,5 mol dəmir SO4-ün 0,1-i reaksiya üçün sərf olunub, müəyyən qədər də artıq qalıb. O zaman bunun üçün uşaqlar bir asıllıq qrafiki qursam, dəmir duzunun, dəmrin zamanlı asıllıq qrafikini qursaq, əvvəl 0 idi, çıxdı 0,5-ə, 0,5-ə. Sonra bunun 0,1-i sərf olunduğuna görə düşdü 0,4-ə. Yəni belə. Bu oldu asıllıq qrafikimiz. 59-cu sual nəzərə yetirsək, turşu məhlulundakı H2SO4-ün kütlə payı və onun dəmir SO4 ilə reaksiya zamanı ayrılan hidrogenin həcmini hesablayın deyirdi. Deməli, dəmir H2SO4 ilə reaksiyaya girdi duru ilə.
burada dəmir SO4 və hidrogen ayrılmış oldu. Bayaq tapmışdıq ki, başlanğıcda məndə 0,5 mol dəmir SO4 var idi. Məndə turşunu bilmirəm, x qramdır. Burada su yazdım, üzr istəyirəm, hidrogen idi. Hidrogen də y litrdir. Yəni bilmirəm hidrogen nə qədərdir. İndi burada tapsam, əlbəttə ki, sulfat turşusu 98-dir, 22,4 də budur. Bütün əmsalları, dəmir SO4  1 mol olanda bütün əmsalları 2-yə bölsəm, deməli mən burada x tapacağım. 49 qram sulfat turşusu. Y-imdə məndə olacaq 11,2 litr hidrogen. Və bir də ki, uşaqlar, burada bir dəqiqə. Burada deməli bizdə hidrogen həcmini hesabladıq. Turşu məhlulunda H2SO4-ün kütlə payını istəyir məndən. Məhlulda kütlə payı, belə fikirləşək də, 49-dur. Ümumi məhlulumuz axı 490 idi. Burada əvvəl 490 yazılmışdı. Ona 490-dır. 49-da 490 vurulsun 100. Bu bizdə 10% etmiş olacaq. Yəni 490 qram məhlulda 10%, yəni 49 qram sulfat turşusu var imiş. Və ən sonda isə burada əslində sual tam şəkildə düşməyib. 60-cı suala cavab vərəqini verilmiş, cədvəli tamamlayın deyir. Deməli, orada sual təxmini yadımda qalıb, onu deyəcəm. Orada yaşılımtıl çöküntünün alınma reaksiyasını verib. Uşaqlar, dəmir SO4-dür. Natrium OH-dan bizə deyir də, natrium OH-dan reaksiyaya girdi. Burada dəmir OH2 yaşılımtıl çöküntü və natrium 2 SO4 yarandı. 2 mol natrium OH-dan reaksiyaya girdi. Bu molekulyar tənlikdir. Tam iyon tənliyində nə edirdim? İyonlarını ayırıram. Dəmir 2 müsbət və SO4 2 mənfi. Üstə gəlsin 2 natrium müsbət və 2 OH mənfi. Dəmir OH2 çöküntü olduğu üçün iyonlarını ayrılmır. 2 natrium müsbət və SO4 2 mənfi. Bu da oldu mənə tam iyon tənlik. Lap qısa iyon tənliyini istəsəydi, solda və sağda eyni olan atomlar hansılardır? Natriumlar və SO4-lər ixtisar gedərdi. Dəmir 2 müsbətlə 2 OH mənfidən dəmir OH2 yaranardı. Bu da məndə olardı qısa iyon tənlik. İndi bizdə orada mən bilən yalnız molekulyar tənlikdən tam iyon tənliyi vermişdi. Ona görə də yuxarıdakı qarayla yazdıqlarım doğru cavab olmuş olacaqdı. Bu qədər ümumilikdə orta səviyyəli sual idi 4-cü qruplar üçün. Bazalı şagirdlər 20+, təbii ki, hətta 25+ yaza bilərdilər. Sadəcə biraz hesablama tələb edən və vaxt tələb edən suallar çox idi. Yenə də ikinci şansı hazırlaşan hər kəsə uğurlar arzulayıram. Dərslərimə qoşulmaq üçün kanalımda olan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hamınıza uğurlar.